Və mübarək Ramazan ayda ən xüsusi vaxtlardan biridir ki, indidən artıq hazırlaşmalıyıq. Bax, indidən, hələ ki gec deyil, indidən hazırlaşmalıyıq. Bir proqram tərtib eləməliyik. Bir proqram əsasında yaşayaq Ramazan ayında, mübarək Ramazan ayında. Nə edəcəm bu ayda, zamanımı necə böləcəm, indidən hazırlaşmalıyıq. Proqramımızı, həyat proqramımızı dəyişməliyik. Bizim bəzi məcburi dəyişikliklərimiz olacaq Ramazan ayında. Müəyyən saatda səhər yeməliyik, müəyyən saatda məsələn axşam yemək yeməliyik. Bu ay bəzi zəruri dəyişikliklər yaradır, bizdən asılı olmayan həyatımızda. Məsələn, yemək vaxtları, xüsusi səhər, axşam vaxtı. Həyat tərzimiz müəyyən qədər məcburi olaraq dəyişilir. Bir hissəsini də özümüz dəyişək. Bax, bu mənim müqəddiməmdir. Bir hissəsini özümüz dəyişək. Evdə, ailədə hamı hiss eləsin ki, nəsə fəza fərqlənir. Elə bil fərqli, uşaqlar da başa düşsün. Dostlar da, qohumlar da başa düşsün. Hər yanda görünsün ki, biz fərqli yaşayırıq bu ayda. Bir dənə də tövsiyə edeyim və keçim xutbəni tərcümə eləməyə. O tövsiyəm bundan ibarətdir ki, mən sizə bunu deyirəm, əməl eləsəz xeyrini görəcəksiniz. Sizdən xahiş edirəm ki, Ramazan ayında ən azı bir dənə mənəvi məclisdə iştirak edin hər gün. İmkanınız varsa. Ən azı deyirəm, bir dənə mənəvi məclisdə iştirak edin. Nə olur olsun, o bir məclisi tərk eləməyin. Nə olur olsun. Hər gün bir məclisdə iştirak edin. Burada hər il məclis olur, bu məsciddə, gün orta namazında. Bu ildə inşallah olacaq. Hər il, hər gün, 30 günün hamısını. Bəzi adamlar tanıyıram ki, 30 gündə iştirak eləməyi hər günündə özünə vacib eləyib. Yəni, nə olur olsun, onu tərk eləmir. Hər ildə mən o adamları görürəm. Hər il özünə sanki vacib eləyib, heç cür onu tərk eləmir. Onlardan soruşun, mən ümumiyyətlə təsəvvür eləmirəm ki, moizəsiz, məclissiz, Ramazan ayının təsiri necə ola bilər insana. İstisna budur ki, boynunda bir vəzifə ola ki, mümkün olmaya gəlmək, o heç istisnadır. Yoxsa mən yatım gün ortayacan ki, 1-də, 2-də yuxudan durum, evimdə halsız namaz qılım ki, halım yoxdur bayıra çıxmağa, mən bunu açığı başa düşə bilmirəm. Biri var, indi adam işlədir, buraxmırlar, işdən çıxa bilmir, zərurətdir. Bir də var, yox, mən imkanım var, hansısa bir məclisdə iştirak edeyim, getmirəmsə, Ramazan ayını təcrübə edeyim, məclislərdə keçirdiyin bir il. Kimlər ki, keçirdib bilirlər ki, 100 dəfə artıq təsiri çox olur. Kim eləməyib, bu ildən təcrübə eləyə bilər. Hər gün cəmaat namazına, gündəlik duaları cəmaatla oxuyasan, moizədə iştirak eləyəsən, təfəkkür eləyəsən, nə qədər oruç tutan gəlir bir yerdə toplaşır. Bilirsiniz, hərəsi bir qədər orucun nurunu gətirir. O fəzada hamısının nuru birləşir, bir dənə böyük nur yaradır. Sən də o nura qərq olursan. Bu həqiqətdir. Hər bir insan ki bir məclisə gəlir, onun özü ilə oruç tutub nur gətirir. O nurlar cəm olur, elə bir qaranlıq fəzada hərə bir çıraqla gəlib. Sən o nurdan olan dəryaya daxil olursan, cəmaatın içində olanda. Heç moizə olmasa belə, gedib cəmaatla bir dua oxusan, onun 100 dəfə, 1000 dəfə artıqdır təsiri evdə tək oxuduğun duadan. Ona görə də, yəni mən düşünürəm ki, adam Ramazan ayında qərar verə, birindən sonuna qədər, hər gün başım da getsə, o məclisi tərk eləməyəcəm. Yəni, məsələn belə. Tərk eləməyəcəm. O məclisdə, bir dənə məclisdə gündə iştirak edəcəm. Bu, bizim həyatımızda ciddi bir dəyişiklik yaradar. Kim təcrübə eləmək istəyir, eləsin. Bir daha deyirəm, mən həmişə bunu demişəm, elə bilməyin ki, mən təbliğ eləyirəm ki, ay cəmaat məclisdə gəlin. Şükür Allaha, indi nə qədərsə adam olur, biz də onsuz da danışacağımızı danışırıq. Yəni, indi məsələn, 10 adam gəldi, 100 adam gəldi, 1000 adam gəldi, biz işimizi görürük və görəcəyik, Allah inayət eləsə, lütf eləsə. Yəni, bu bizim hər birimizə lazımdır deyə deyirəm. Yoxsa ki, indi adam çox gəldi, adam az gəldi. Bunun üçün demirəm. Hər bir insana ürəyimi yandırıb, ürək yandıraraq bunu deyirəm ki, çalışın ki, bir dəfə bunu təcrübə eləyin, istifadə eləyin, görün ki, necə fərqli olur. Şəbaniyyə xutbəsini oxuyun və tərcümə edeyim sizin üçün.
elə ərəbcə oxuyub tərcümə edirəm, görsəm ki, vaxt azdır, elə ərəbcəsini oxumaram. Axırıncı cüməsi idi, Şaban ayının Peyğəmbər minbərə çıxdı, xütbə oxudu. Əyyuhənnas, innəhu qəd əqbələ iləykum şəhrullah. Ey insanlar, Allah ayı sizə tərəf gəlir. Bu ay nə qədər əzəmətli aydır ki, Allah ayı deyilir. Heç mən bilmirəm Allah ayı nə deməkdir. Ay necə Allah ayı ola bilir? Ay necə Allahla nisbət əldə edə bilir ki, şəhrullah, şəhrin yanına Allah əlavə olunur. Allaha bağlanır bu ay. Bu ay, Allah ayı sizə tərəf gəlir. Özdə ay özü gəlib. Siz oturmuşsunuz, o sizə qonaq gəlib. Əziz qonaqdır, gəlib sizin qapınızı döyüb. Nə gətirib özü ilə bu ay? Bil bərəkəti və rəhməti vəl məğfirə. Özü ilə bərəkət gətirib, rəhmət və məğfirət gətirib. Bunların hamısının izahı var ki, izah eləmək istəmirəm. Bu ay başdan başa bərəkətdir. Başdan ayağa bərəkətdir. Ay bərəkətlidir, çalışaq bir anını əldən verməyək. Bir dəqiqəsi, bir saniyəsi heyfdir, əldən verməyək. Bihudə iş görməyək bu ayda. Bihudə söz danışmayaq bu ayda. Bu ay ki, bu qədər bərəkətlidir, ondan bərəkətli şəkildə faydalanaq. Bu ay bizə kömək edir ki, vaxtımızın qədrini bilməyə məşq eləyək. Bərəkət bilirsiniz nədir bu ay bərəkətlidir? Bərəkət bir şeyin faydası çox olanda dilə bu bərəkətlidir. Az ola bilər, bərəkətli ola bilər. Çox adamlar kitab yazıb, Şəhid Mütəhhərinin kitabları bərəkətlidir. Çox adam oxuyur və çox adam faydalanır. Çox adam danışa bilər. Biri görürsən danışır, sözü bərəkətlidir. Çox adam hidayət olur. Amma məsələn, yüzlərlə adam danışa bilər. Bərəkət budur ki, faydası çox olsun. Və Ramazan ayı başdan başa bərəkət ayıdır. Çox bərəkətli ayıdır. Hər dəqiqəsinin faydası insana çoxdur. Həm də rəhmət ayıdır. Rəhim olan Allah bu ayda rəhmətini maksimum göstərir insanlara. Allahın rəhməti daha çox təzahür olunur. Və məğfirət ayıdır, bağışlanma ayıdır. Bağışlanma ayıdır. Allah çox bağışlayır. Həmişə bağışlayır. Amma bu ayda dəstə hər gün oruç tutanları bağışlayır. Hamını bağışlayır, hamını. Bağışlamamış adam qoymur. Ona görə Peyğəmbər buyurur ki, Ramazan ayında bağışlanmayan bəs nə vaxt bağışlanacaq? Sual verir. Ya da burada da bağışlanmayan da nə zaman, harada bağışlanacaq? Oruç tutanlar bağışlanır. Ona görə daim istiğfar halında olaq. İstiğfar zikrini də deyək yaxşıdır. Halımız istiğfar, üzr istəmək halında olaq Ramazan ayında. Və bunu bacarsaq, üzr istəyirəm səndən. Halımız bu hal olsun. Halımız bu hal. İstiğfar halında olaq. Şəhrun huvə indəllah əfzəlüş şuhur. Deyib, bu ay elə bir aydır ki, Allah yanında ən üstün aydır. Ən üstün aydır. Və əyyamuhu əfzəlül əyyam və ləyalihi əfzəlül ləyali. Günləri ən üstün günlərdir. Gecələri ən üstün gecə. Gör necə aydır ki, Allahın Peyğəmbəri təfərrüatla danışır. Bir dəfə dedim, bu ay bütün aylardan üstündür. Da, məsələn, kifayət eləyər, xeyr. Təzdən deyir, günləri ən üstün günlərdir. Gecələri ən üstün gecələrdir. Və saatuhu əfdalus saat və hər saatı ən üstün saatlardır. Hər saatı bu ayın ən başqa ayların saatlarından üstündür. Huvə şəhrun du'itum fihi ila ziyafətillah. Bu elə bir aydır ki, bu ayda Allah qonaqlığına dəvət olunmusunuz, ziyafətə dəvət olunmusunuz. Əvvəl deyir, ay gəlir sizə tərəf. Burada deyir, siz ziyafətə dəvət olunmusunuz. Çünki ziyafət hər oruç tutana qismət olunur. Ay gəlir, bərəkət, rəhmət, məğfirət hamıya gətirir. Amma bundan əlavə də nəsə var ki, o ziyafətullahda iştirak edənlərə aiddir. O qalıb, indi o barədə danışsaq, heç mən başda çıxartmıram. Amma bilirəm ki, o xüsusi adamların işidir ki, o ziyafətdə iştirak edir. Onlara da nə verəcək Allah özü bilir. Onlar xüsusi adamlardır. Və cuiltum fihi min əhli kəramətillah. Deyir ki, bu ayda xüsusi kəramətli adamlardansınız siz. Yəni, hörmətli adamsınız. Oruç tutanlar bu ayda Allahın yanında hörmətli adamlardır. Allah sizə hörmət eləyir. Bilirsiniz, adam bilsə ki, adama hörmət eləyirlər, adamın xoşuna gəlir.
Bir hörmətli adam sənə hörmət eləyəndə yerə göyə sığmırsan. Deyirsən, filan kəs mənə hörmət elədi. Aləmlərin Rəbbi olan Allah. Aləmlərin Rəbbi olan Allah. Deyir, mən oruç tutanlara hörmət eləyirəm. Yəni, siz gəzə-gəzə həm istiğfar halında olun, həm də bilin ki, Allah yanında hörmətiniz var. Bilək ki, Allah bizə dəyər verir. Əgər adam bilsə ki, dəyərlidir, çalışar özünü dəyərdən, hörmətdən salmaz. Bilirsiniz? Bunu bilmək yaxşı şeydir. Allah mənə ehtiram eləyir, çalışaram ki, özümü hörmətdən salmayayım, dəyərdən salmayayım. Ənfasukum fihi təsbih. Nəfəsləriniz bu ayda təsbihdir, nəfəsləriniz. Oturub adam hesablaya bilməz axı. Ramazan ayının hilalı doğandan Şəvvalın hilalı doğana qədər neçə dəfə nəfəs alıb verirsən. Nəfəsin hər biri mələklər dayanmır, savab yazır, təsbih savabı. Hesablanır hamısı. Və nəvmukum fihi ibadə. Ayağınızı uzadıb yatırsınız. Ramazan ayında yorulmuşam 2 saat yatım, ya gecə yatırsan, yuxudan duranda bil ki, yatmışdın amma elə bil ibadətdəydin. Durandan sonra şükür elə ki, gecə ibadət elədin məsələn, ya 2 saat ibadət elədin dayanmadan. Yuxun da ibadətdir. Və əməlukum fihi məqbul. Bax, bu sözə görə adam bilmir nə qədər minnətdarlıq eləsin Allahın Peyğəmbərinə ki, bu sözləri bizə danışır. Bu Peyğəmbərimizin sözüdür. Və əməlukum fihi məqbul. Əməliniz bu ayda qəbuldur. Əməlin qəbul olması bilirsiniz nə qədər mühüm məsələdir. Deyir, 2 rükət namazın qəbul olunsa, vəssalam, işin düzəldi. 2 rükət namazın. Əməllər, Həzrət Əli əleyhissalam buyurur, insanlar görsəydi ki, əməllərini necə qaytarırlar, qəbul eləmirlər, həvəsdən düşərdilər əməl eləməyə. Görsəydi ki, necə elədiyi əməlləri özlərinə qaytarırlar. Əməlin qəbuluna baxın, xanım Zeynəb dayanır İmam Hüseynin baş üstündə, deyir, ilahi, bu qurbanı bizdən qəbul elə. Bundan başqa nə misal çəkim? Bunu bizdən qəbul elə. Qəbul çətin məsələdir. Peyğəmbər nə müjdə verir? Deyir, Ramazan ayında oruç tutanlara Allah söz verib. Neynə söz qəbuldur? Neynəsəz? Yəni, savab işlərdən, ibadətlərdən. Hansını eləsəz, əməllərinizi qəbul eləyirəm. Ramazan ayında Allah zəmanət verir. Və duaukum fihi mustəcab. Desələr ki, 1 saat dualarınız qəbuldur. Hamı qaçar dua eləməyə. Bir ay dualarınız müstəcabdır. Ona görə baxın, görün nə dua edirsiniz. Fürsət verir, baxın. Dualarınıza fikir verin ki, bu ki deyir qəbul olacaq, mən neyniyim ki, nə dua edeyim ki, xüsusi xeyirli şeylər olsun. Axı bu fürsətdir, mənim dualarım qəbuldur. Odur ki, dualarınıza fikir verin ki, nə istəyəcəksiniz Allahdan. Fəsəlullah Rəbbəkum biniyyatin sadiqə və qulubin tahirə ən yuvəffiqəkum lisiyamihi və tilavəti kitabih. Deyir, Allahdan istəyin. Pak qəlblərlə, təmiz niyyətlərlə istəyin ki, Allah sizə bu ayın orucunu və Quran oxumağı nəsib eləsin bu ayda. Bunu Allahdan istəyin, xüsusi istəyin. Oruc və Quranı nəsib eləsin. Və innəş-şəqi mən huriməğufranallah fi hazəş-şəhril azim. Ən bədbəxt adam o adamdır ki, Peyğəmbər buyurur, Allahın bağışlamağından məhrum ola bu ayda. Bu ay gəlib gedə Allah onu bağışlamıyor. Yəni, ən bədbəxt insan bu insandır. Vəzkuru bicu'ikum və atəşikum fihi cu'a yevmil qiyaməti və atəşəhu. Deyir ki, aclıq, susuzluqla qiyamətin aclığını, susuzluğunu yad eləyin. Qiyamət susuzluğu nədir? İndiyəcən biz düşünmüşük. Dünyanın işləri bizim imkan verib ki, fikirləşək ki, qiyamət var, orada aclıq var, susuzluq var. Yadımızda düşsəydi nə vardı ki? Qiyamətin aclığı, susuzluğu ağır bir cəzadır özü. İnsan susundan yanır, içməyə bir şey yox. Acdır, susuzdur, sərgərdandır, onu sorğu-sual edirlər. Buyurur ki, bu aclıq, susuzluqla qiyamətin aclığını və susuzluğunu yad eləyin. Təsəddəqu alə fuqaraikum və məsakinikum. Deyir, bu ayda fəqirlərinizə və miskinlərinizə sədəqələr verin, yardım eləyin. Əlinizdən gələn qədər cəmaata kömək eləyin, əl açıq olun, yardım göstərin. Vəqqiru kibarakum, vərhamu siqarakum, vasilu ərhaməkum. Buyurur ki, kiçiklərinizə rəhm eləyin bu ayda. Uşaqlar desin ki, Ramazan ayı gəlib, atam mehribandır, anam mehribandır mənə qarşı.
Daha belə yox ki, nervlidir atam, oruç tutub söz deməyək ona. Acdıbsa danışdırmaq olmaz. Çoxumuz oruc belədir. Əksin deyir Peyğəmbər. Biz oruç tutanda qəzəbimizlə dünyanı yandırmağa hazırıq. Ki, nə var, bu kişi az qalıb neçə saat, axşam vaxtı da evə gələndə heç üzünə baxma. Heç üzünə baxma, danışdırma, tez yeməyini gətirin, qoyun, bu yesin, sakit olsun, aram olsun, sonra nəsə bir söz cürət edib evdə buna desinlər. Bu, bir də var Peyğəmbər buyurur ki, kiçiklərinizə rəhm eləyin, böyüklərinizə ehtiram göstərin və qohumlarınızın ziyarətinə gedin. Vaxt olanda get bibinin evinə, xalovun evinə, qardaşının evinə, qohumları gedin, ziyarət eləyin. Vəhfəzu əlsinətəkum, dillərinizi qoruyun. Dilinizin ədəbiyyatını dəyişin bu ayda. Həm günah sözlərdən qoruyun, həm də bihudə heç nəyə lazım olmayan sözlərdən. Dilinizə biraz nəzarət eləyin, cilovlayın biraz. Bu dil çox bəlalar açır adamın başına. Bu ayda dilinizi tənzimləyin, xoş sözlər danışın, qəlb sevindirin, yaxşı sözlər danışın. Və uzzu amma la yahillun nazaru ilay absarakum və haram olan şeylərdən gözlərinizi yumun. O şeylərə ki baxmaq olmaz, bu ayda baxmayın. Və amma la yahillul istima'u ilay asma'akum. Eşidilməsi haram olan sözlərə qulaq asmayın. Biri kiminsə qeybətini eləyir, ona acı söz demədinlə xahiş edirəm. Başqa söz danışaq. Cəmaatın sözü bizə qalmayıb. Hayf Ramazan ayında vaxtlarımızı onun bunun söhbətlərinə sərf eləyək. Gəl bir yaxşı söz danışaq, xoş söz danışaq. Mane olun kiminsə qeybətinə. Tahinnanu ala aytamin nas Yütəhənnən alə əytamikum. Buyurur ki, cəmaatın yetimlərinə bu ayda rəhm eləyin, hansısa bir yetimə sığal çəkin, kömək eləyin və sizin yetimlərinizə də rəhm olunsun. Yəni siz də bir gün, ola bilər dünyadan köçəsiz, Allah əvəzi olaraq sizin yetimlərinizə də rəhm eləyər gələcəkdə. Və tubu iləllah min zunubikum. Deyir, günahlarınızdan Allaha tərəf tövbə eləyin bu ayda. Tövbə eləyin. وَرْفَعُوا إِلَيْهِ أَيْدِيَكُمْ بِالدُّعَا فِي أَوْقَاتِ صَلَاتِكُمْ. Namaz vaxtlarında əlinizi duaya qaldırın. Mən sizə bir şey xatırladım ki, duada yaxşı olar adam əlini qaldırsın. Bir əli kim qaldırsa Allahın dərgahına, Allah buyurur, həya eləyərəm əli boş qaytarmağa. Peyğəmbər buyurur, Ramazan ayında namaz vaxtlarında ki, məsələn məsciddə Ya Aliyyü duası oxunur. Əlinizi, ümumiyyətlə dua oxuyun, əlinizi Allahın dərgahına qaldırın. Namaz vaxtlarında. فَإِنَّهَا أَفْزَلُ السَّاعَاتِ يَنْزُرُ اللّٰهُ عَزَّ وَجَلْ فِيهَا بِالرَّحْمَةِ إِلَى عِبَادِهِ. Deyir, bu saatlar xüsusi saatlardır, namaz saatları. Allah o saatlarda bəndələrinə rəhmət nəzəri ilə baxır. يُجِيبُهُمْ إِذَا نَاجَوْهُ وَيُلَبِّيهِمْ إِذَا نَادَوْهُ. Allah deyir, ona münacət eləyənlərin, nalə eləyənlərin naləsini eşidir bu saatlarda. Onu çağıranlara ləbbeyk deyir, kim ki Allahı çağırır. Və yu'tihim izə səəluh və yəstəcibu ləhum izə dəuhum. Deyir ki, buyurur ki, istədiklərinin hamısını verir Allah bu saatlarda, namaz saatlarında və dua eləyirlər, dualarına cavab verir Allah. Eyyuhən nas, inna enfusakum merhunetun bi a'malikum. Fefukkuha bistighfarikum. Buyurur ki, insanlar, sizin nəfsləriniz, canlarınız, əməllərinizin girovudur. Əməlləriniz həbs eləyib ruhlarınızı. Ruhunuz əməllərinizin girovluğundadır. Əməllərinizin girovluğundan ruhunuzu azad eləyin. Nə qədər əməllərinizdən özünüzdə tor toxumusunuz, ruhunuz qalıb həbsdədir, azad eləyin. Necə azad eləyin? Nə ödəyək azad eləyək? Nəyin bahasına azad eləyək? Buyurur ki, istiğfar verin, istiğfarla ruhunuzu əməllərinizin girovluğundan azad eləyin. Və zuhurukum səqilatun min əvzarikum. Fəxəffəfu anha bitulis sucud. Buyurur ki, sizin belləriniz az qalır sınsın yükünüzün ağırlığından. Günahlarınızın ağırlığı belinizi sındırır və onu yüngülləşdirin. Yükünüzü yüngülləşdirin. Nə ilə? Uzun səcdələrlə. Biraz namazdan sonra səcdəyə gedin, səcdələrinizi uzadın. Va'lamu ennəllaha Teala zikruhu əqsəmə bi'izzətihi ən la yu'azzibəl musallin və sacidin. Bilin ki, Allah öz izzətinə and içib ki, bu ayda namaz qılıb səcdə eləyənlərə əzab verməyəcək. Allah onları oda atmayacaq.
Ondan sonra buyurdu ki, kim bir oruç tutana bir iftar versə, elə bir ki, qul azad eləyib və bütün günahları bağışlanır. Bir iftara, bütün günahları bağışlanır. Bir nəfər durdu ayağa, dedi ki, ağa, mən imkanım yoxdur iftar verməyə cəmaata. Dedi ki, bir xurma ilə, bir içim su ilə də iftar versən, Allahın əzabından nicat taparsan. Bir xurma ilə və bir içim su ilə də Allahın əzabından nicat tapın, belə buyurdu Peyğəmbər. Bu imkanlara aid deyil. İmkanlılar eşidir bunu, deyir, elə xurma bəsdir. Bu imkanı olan elə yaxşı iftar versin. O ki imkanı yoxdur, o gəlsin xurma versin, ehtiyaclarını ödəsin. Bu ilə insanların qəlbini şad eləsin. Eyyuhan nas, mən həssənə minkum fi hazəş-şəhr xuluqəhu, kanə ləhu cəvazun aləs-sirat, yevmə təzillu fihil əqdam. Buyurur, kim bu ayda əxlaqını gözəlləşdirsə, yəni nə? Yəni mehriban olsa cəmaatla, güləriz olsa, mehriban davransa, təbəssüm dodağından əski olmasa, kim bu ayda gözəl əxlaqda olsa, mehriban olsa insanlara, ona siratdan keçmə icazəsi verəcəklər, rahat keçəcək. Hansı gün? O gün ki, ayaqlar titriyir siratdan keçəndə, qiyamət günü. Ayaqlar titriyən gün bu siratdan rahat keçəcək. Çünki insanlara qarşı mehriban idi, gülərüz idi. Xoş rəftar elə, hamı sevsin bu ayı sənin sayəndə. Oruç tutmur, amma desin gedim oruç tutanlarla oturum, onların iftarında iştirak edeyim. Gözəl əhval-ruhiyyədədirlər, mənə də sirayət eləsin, ləzzət alsın insanlar sizdən ünsiyyətdən. Kim işçisinin işini yüngülləşdirsə, güzəşt eləsə, Allah hesabını yüngülləşdirər. Yəni bu ayda bəlk tutmayın, güzəşt eləyin işçilər üzə. Kim şərrini cəmaatdan uzaqlaşdırsa, Allah qəzəbini ondan uzaq eləyər qiyamət günü. Kim bu ayda yetimə rəhm eləsə, Allah qiyamətdə ona rəhm eləyər. Kim yaxınlarla siley rəhm eləsə, qohumları ziyarət eləsə, Allah ona yaxınlaşar. Kim əlaqəni kəssə qohumları ilə, Allah qiyamətdə onunla əlaqəni kəsər. Kim bu ayda bir namaz qılsa, Allah ona cəhənnəm odundan azadlıq qəbzi yazar. Kim vacib namaz qılsa bu ayda, başqa ayda qıldığı 70 namazdan, vacib namazdan üstündür. Kim bu ayda mənə çox salavat göndərsə, Peyğəmbər buyurur, qiyamətdə əməl tərəzisi ağır gələcək. Yəni savabları ağır gələcək. Və mən talə fihi ayətən minəl Qur'an, kanə ləhu mislə əcri mən xətəməl Qur'an fi qeyrihi minəş-şuhur. Kim bu ayda bir ayə Qur'andan oxusa, başqa aylarda elə bil Qur'anı xətm eləyib. Məsələn, bir ayə İhdinə sıratəl müstəqim. Məsələn, qul huvəllahu əhəd. Elə bil ki, bir Qur'anı xətm eləyib. Eyyuhən nas. İnnə əbvabəl cinan fi hazəş-şəhr müfəttəhətun. Fəsəlu rəbbəkum ən la yuğalliqəhə aleykum və əbvabən niran müğalləqətun. Fəsəlu rəbbəkum ən la yüfəttihəhə aleykum. Deyir ki, ey insanlar, bu ayda cənnət qapıları açılıb. Dua eləyin Allah üzünüzə bağlamasın. Bu ayda cəhənnəm qapıları bağlanıb. Dua eləyin Allah sizin üzünüzə açmasın. Və şeyatin məğlulətun. Fəsəlu rabbəkum ən la yüsəllitəhə aleykum. Şeytanlar zəncirlənib. Bu ayda şeytan zəncirlənib. Sizə toxuna bilməz. Dua eləyin ki Allah sizə müsəllət eləməsin. Da kim olasan bu ayda ki şeytan sənə cürət eləsin. Şeytan yoxdur bu ayda. O hiss eləyə bilərsiniz. Namaz adamlar rahat durur, günahdan çəkinir. Elə bil ki maniyə yoxdur. Şeytan bu ayda zəncirlənib və sonuna çatdıq. Qalə əmirul müminin fəqumtu və qultu ya Rasulallah. Əleyhissalam deyir, durdum ayağa və dedim, ya Rasulallah, özünə layiq sual verir, öz adına layiq. Bir adamın ki düşüncəsi, belə deyək də, ən ali düşüncədir, bunu soruşar. Peyğəmbər danışdı, qutardı, durdum deyir, ayağa dedim, ya Rasulallah, ma əfzəlul ə'mal fi hazəş-şəhr. Ya Rasulallah, bu ayda ən üstün əməl hansıdır? Bunları dediniz, bildik. Sizdən xahişim budur, ən üstün hansıdır? Əli ən üstünün dalıcadır həmişə. Ən fəzilətlini axtarır. Ən üstün əməl hansıdır, onu mənə bildirin. Sual verən Həzrət Əli, cavab verən Peyğəmbər. Fəqalə, ya Əbəl Həsən. Cavab verdi ki, ey Əbəl Həsən, əfzəlul ə'mal fi hazəş-şəhr əl-vəra' an məharimillah. Bu ayda ən üstün əməl Allahın haramlarından çəkinməkdir. Günahdan çəkinmək də yox, daha doğrusu fərar eləmək, qaçmaqdır. Yəni, günah olan yerdən uzaq olmaq, günah olan əməldən uzaq olmaq. Summə bəka, sözümü bitirirəm, xutbə bitir. Summə bəka, fəqultu ya Rasulallah, ma yubkik. Deyir, sonra ağladı Peyğəmbər.
Ağladı. Mən dedim, ya Rasulallah, sizi ağladan nədir? Və qalə, ya Ali, əbku lima yustahallu minkə fi hazə şəhr. Sənin başına gələnlərə ağlayıram. Bu ayda sənin başına gələn hadisələrə ağlayıram. Elə bil gözümlə görürəm. Sən namaz qılırsan. İnsanların ən bədbəxti qılınc çıxardır. Sənin başını yaralayır və üzünün saqqalı qanının rənginə boyanır. Elə bil ki, bu mənzərəni gözümlə görürəm. Əleyhissalam tərif eşidir, yox. Deyir, bədbəxt adam səni öldürəcək. Namaz üstü öləcəksən, özdə şəhid olacaqsan. Əleyhissalam bunları eşitmir. Görün nə sual verir. Qultu ya Rasulallah və zalikə fi selamətin min dini. Ya Rasulallah, dinim salamat qalacaq. Mən müsəlman kimi öləcəm. Mən imanla öləcəm. Canım fəda olsun əleyhissalama, Həzrəti Əmir əl-Mömininə ki, nə qədər təvazökardır. Yəni, insan nə qədər təvazökar olar ki, bu düşüncədə olar. Görün, nə soruşurdu? Ya Rasulallah, müsəlman kimi öləcəm, iman olacaq qəlbimdə mən dünyamı dəyişəndə. Fəqal, lisəlamətin min dinik. Fi selamətin min dinik. Sümmə qal, ya Ali, mən qətələkə fəqəd qətələni və mən əbğəzəkə və mən əbğəzəni. Deyir, ya Əli, kim səni öldürsə elə bil məni öldürüb. Kim sənə nifrət eləsə elə bil mənə nifrət eləyib. Kim səni təhqir eləsə elə bil məni təhqir eləyib. Liənnəkə minni, çünki sən mənnənsən. Kənəfsi, sən mənim özüm kimisən. Elə bil mənnən sən eyni adamıq, eyni nurdanıq. Ruhukə min ruhi və tinətükə min tinəti. Ruhun ruhumdandır, canın canımdandır, bədənim bədənimdəndir. İnnəlləhə təbarəkə və teala xələqəni və iyyək və stəfani və iyyək. Allah məni və səni yaratdı, məni və səni seçdi. Və əxtarəni lin-nübüvvə və əxtarəkə lil-imamə. Məni